istəməyib dedilər. Görürsən Zaur, ağ yalandır. Bunu kim sənə deyibsə, dostum belə olsa ayıb olsun o adama. Yaxınım belə olsa, efir vasitəsindən deyirəm, ayıb olsun sənə. Kimsənsə bunu yalan məlumat verirsənsə, Bəli. sən mənim də tanışım ola bilərsən. Zaurun tanışısansa, sən burada qıraqdan elə sən özünsən. Hansı haçan olub o barışıq? Haçan o təklif mənə gəlib? Əslində mənə gəlib o təklif. Yo deyir sizə Mənə gəlir. də gəlib ki, gəl sizi 30-dura Onu barışdıraq. dedi. Mən də demişəm ki, biraz ara vermək lazımdır, sakit olun. Adım Qarşı atmamışsın. tərəfin adınla burada danışıb, mən demirəm, barışmıram, barışıram. Bax bu arada yığışdırın. Əl çəkin bu WhatsApp, buna söz atdılar, buna ağ yalan danışırlar. Getməyinə, bax sənə bayaqdan deyirəm. Mən getmirəm Türkiyəyə, bax. Mən Vəfa ilə özüm lazım olarsa zəng edərəm. Danışaram, bəli, danışaram, bu söhbəti qutardı. Amma arada kimsə buna qarışa bilməz. Bunu mən istəyərəmsə, o istəyərsə biz barışarıq. Dedim axı, rəfiqə olmarıq. Bir yerdə hər gün bunlar kimi, nəfəs Aysun kimi ola bilmərik. Amma bir sənət dostu kimi, bir insan olaraq bu söhbətə qutararıq, barışıq, salam, sağ ol. Onsuz da indi belə kininiz yoxdur, İndi belə kinim, mən niyə əsəbləşdim? Bu arada olanlara əsəbləşirəm. Dincəlin də bəstirin. Bəstirin. Bu söhbət olmuyor. Yo sizə qarşı gəlmədi ha o bu yerə qoyar. Deyir yəni, Şəbnəm Tovuzlu kinli deyil. Kinli deyiləm. Qarşı tərəf barışmır. Bax, Zaur, mən bilirəm, təxmini beynimdə 2-3 nəfər var. Amma o 2-3 nəfərdən eminli birini beynimdə tutub demirəm. Bir neçə nəfərdir, bilirəm. Bu söhbət bir neçə nəfərdən mənə gəlib təklif ki, gəl sizə oturaq barışdıraq. Bəli. Demişəm ki, onlar biraz məsafə verəsiz, onlar buna qarışmayasız, onlar biz özümüz qərar verək. Nəfəs barış